Salam əziz insanlar, Həqiqəti Dərk Etmə kanalına xoş gəldiniz. Sizlərə özünü dərk etmək üçün əsil, təbii və işləyən meditativ praktika təqdim edirəm. Baxın, özünü dərk etmək nə deməkdir? Özünü vizual olaraq yox, parametrini yox, xarakteristikanı yox, psixologiyanı, psixoparametrləri yox, bədənin necə işlədiyini, işləmədiyini yox, şuurun olub olmadığını yox, ruhun olub olmadığını, necə işlədiyini yox, məhz mən dediyiniz bir şeyin dərk edilməsidir. Anlayırsınızmı? Digər şeyləri dərk eləyərək, anlayaraq, qavrayaraq siz özünüzü yox, siz olmayan şeyləri dərk edirsiniz. İndi bu meditasiyanı eləyəndə siz bunu daha yaxşı anlayacaqsınız. Ondan əvvəl isə demək istəyirəm ki, indi verəcəyim meditasiyanın üzərinə bir lənət qoyuram, böyük bir lənət. Yəni, bundan pul qazanmaq üçün istifadə eləyəcək insanlar və yaxud da ki, elə belə edəcək, bu meditasiyaya ciddi yanaşmayan insanlar, birincisi, mən lənət qoyuram. Faydalana bilməyəcək bundan, bu bir. İkincisi də ki, düz yolla gedəcək cəhənnəmə. Bu lənəti qoydum meditasiyanın üzərinə. İndi bununla pul qazanmaq istəsəz, nə etmək istəsəz, cəhənnəmə gedəcəksiniz. Ona görə ən yaxşısı diqqətli olasınız. Mənə inanmırsınızsa, orada görüşərik. Məhz cənnətdən sizə salam deyərəm. Neysə, baxın, ilk öncə nə etmək lazımdır? Yenə deyirəm, özünü dərk eləmək, mənini dərk eləməkdir. Daha şuurdur, ruhdur, zehindir, ağıldır və s. şeylərdir. Bunları kitablarla, video formatda izləyərək və yaxud da ki, digər insanların gic-gic fantaziya və romantik fəlsəfə dolu düşüncələrinə qulaq asaraq, danışıqlarından istifadə edərək mənimsiyə qavraya bilərsiniz. Özünü dərk eləmək isə mənini dərk eləməkdir. Mən deyəndə nəyi nəzərdə tutursunuzsa, mən deyəndə nəyi hiss edirsinizsə, onu dərk eləməkdir. İndi isə başlayırıq. İlk öncə, elə bir yer tapırsınız ki, yaxud da ki, Budda pozası var, Budda pozası, lotus pozası. Ya elə oturursunuz, ya da ki, nə deyirlər ona, stul olsa, yaxud da ki, kreslo olsa daha yaxşıdır. Ki, beliniz əyilməsin, düz qalsın. Yəni, söykənəsiz nəyəsə. Birincisi, söykənirsiniz, ya stulda, ya kresloda, ya stolda. Stol deyirəm, ya divanda məsələn otura bilərsiniz. Əsas odur ki, bədəniniz, beliniz söykənsin. Sonra nə etmək lazımdır? Əgər sizə Budda pozasında oturmaq rahat deyilsə, bax, kreslodur, divandır, stuldur, bundan istifadə eləyə bilərsiniz. Əsas odur ki, söykənəsiniz, beliniz söykənsin, başınız dik olsun və dik baxa bilərsiniz də. Yəni ki, başınızı belə qaldırın. İkinci nə etmək lazımdır? İkinci ən əsas şərt, oturursunuz. Oturdunuz, düzdür. Əllərinizi qoyursunuz qıçınıza. Əllərinizi qıçınıza qoyursunuz. Ondan sonra nə etmək lazımdır? Ondan sonra elə edin ki, yanınızda insanlar olmasa daha yaxşıdır. Sakitçilik olsa daha yaxşıdır. Bax, bu çox gözəl şeylərdir. İnsanlar olmasın, sakitçilik olsun. Məsələn, sizi narahat edən səslər olmasın. Bu daha çox vacibdir. Neysə, bunu özünüz yaxşı bilirsiniz. Nə etmək lazımdır indi? İndi ən əsas şeyə keçirik. Oturdunuz, əllərinizi qıçınıza qoydunuz, gözlərimizi bağlayırıq. Çünki gözlərimiz açıq qala-qala nə baş verir? Bizim beynimiz avtomatik olaraq onsuz da hesablamalar aparır. Hava temperaturu necədir, mən necəyəm, bizim gələcəyimizi düşünür,
bizi qorumağı düşünür, yedi, yemədik, acıq, acımamışıq, vitaminlər hara getdi, getmədi. Bunu biz eləmirik. Bunu bizim beynimiz daima düşünməklə məşğuldur. Həm buradakı beyin düşünür, həm də ki mədəmizdə olan, həzm etmə sistemimizdə olan beyin də düşünür. Anlayırsınızmı? O buradakı beyindən daha ağıllıdır. Ona görə də, buna görə gözlərimizi bağlamaq məcburiyyətindəyik. Gözlərimizi bağladıq, düzdür? İndi mən gözlərimi bağlayacağım, siz də mənimlə bir yerdə gözlərinizi bağlayarsınız və mənim dediyimlə hərəkət eləyərsiniz. İndi mən gözlərimi arada biraz açıb bağlayacağım ki, görüm bu video qeydə alınır, yoxsa kəsilməyib. Siz isə gözlərinizi bağlayın və mənim sizi yönləndirdiyim istiqamətdə diqqətinizlə getməyə çalışın. Deməli, gözlərimizi bağlayırıq, düzdür? Gözlərimizi bağladıq. İndi nə etmək lazımdır? İndi nəfəs alma prosesinə diqqət eləmək lazımdır. Nəfəs alırıq, ciyərlərimiz dolur, diafraqma işləyir, nəfəs veririk. Nəfəsi alırıq, nəfəsi veririk. Nəfəsi alırıq, nəfəsi veririk. Minimum 5 dəqiqə, 10 dəqiqə, 10 dəqiqə minimum siz nəfəsi alıb verməlisiniz. Alıb verməlisiniz. Və bu prosesə müdaxilə etməməlisiniz. Bu nəfəs alıb vermə prosesi öz-özünə baş verməlidir. Baxın. Fikir verdiniz, öz-özünə baş verir. Onsuz da siz nəfəs alma prosesini idarə eləmirsiniz. Nəfəsi alırsınız, nəfəsi verirsiniz. Alırsınız, verirsiniz. Sadəcə fərqindəliyinə varırsınız ki, mən nəfəs alıram. Nəfəs burun deliklərindən necə keçir, ciyərləriniz necə şişir, ağciyərləriniz şişir. Sonra nəfəs qarnınıza necə çatır, sonra qarnınızdan necə yenidən çıxır. Bax, nəfəsin gedib gəlmə prosesini, daxil olub, sonra yenidən çıxma prosesini müşahidə edirsiniz. Fikir verdiniz, bu proses öz-özünə baş verir. İndi burada mən tez danışacağım bu haqda. Siz bunu 10 dəqiqə minimum eləməlisiniz ki, düşüncələr sakitləşsin. Yəni siz bataqlıq, dumanlıq çökür və siz günəşi görə bilirsiniz. Anlayırsınızmı? Məsələn, Misirlərin tanrısı, qədim Misirlərin günəş tanrısı Ra, göz kimi göstərilirdi. Ərəb sözü Ra-cim. Görürsünüz, sözə baxın. Ra-cim. Mərhəmətli söz. Mərhəmət, rəhimli, Ra-cimdən ibarətdir. Orada da Tanrı Ra'dır. Anlayırsınızmı? Nə deməkdir bu? Yəni, nəfəs alma prosesi gedir, gəlir. Gözləriniz bağlıdır, gözlərinizi açmırsınız. Nə etmək lazımdır indi? İndi daxilən gülümsəməyə başlamalısınız. Daxilən gülümsəməlisiniz. Mona Lisa'nın o Michelangelo, yox, Da Vinci'də, Da Vinci'nin Mona Lisa'sı var. O belə gülümsüyür. Siz də daxilən elə gülümsəməlisiniz ki, üzünüzün şeyləri, əzələləri, üz əzələləri sakitləşsin. Sakitləşəndə düşüncələrin sayı azalacaq. Belə daxilən gülümsüyürsünüz, daxilən, üzdə yox, daxilən, elə bil, daxilən gülümsüyürsünüz. Və nəfəs alma prosesinin gəlib getməsinin fərqinə varırsınız və onu müşahidə edirsiniz. Onu müşahidə edirsiniz. Eşitdiyiniz səsləri yox, hiss elədiyiniz o bədəninizdə ki, emosiyaları yox, nə bilim, stul necədir, hava necədir, burada oturmaq pisdir və s. Burada oturmaq istəmirəm, belə eləmək istəmirəm. Bunları yox, nəfəsin alıb verilməsini müşahidə eləməlisiniz, fərqinə varmalısınız. Daha sonra, 10 dəqiqədən sonra nə etmək lazımdır? Baxın, diqqətlə
bu bədən içində özümüzü araşdırırıq, özümüzü tapmağa çalışırıq. Diqqət. Bu bədən içində gözlərimiz bağlıdır. Özümüzü tapmağa çalışırıq. Mənim gözlərim bağlıdır, düzdür? İndi mən sizə sual verirəm. Mən deyəndə siz nəyi nəzərdə tutursunuz? Baxın, gözləriniz bağlıdır, düzdür? Siz gözünüz bağlı ola-ola əllərinizin olduğunu, sonra bədəninizin, vücudunuzun olduğunu, ayaqlarınızın olduğunu, geyimdə olduğunuzu, başınızın olduğunu təsəvvür edirsiniz. Gözləriniz bağlı ola. Elə deyilmi? Düzdür? Yavaş-yavaş diqqətinizi ayaqlarınıza yönəldin. Gözləriniz bağlıdır. Ayaqlarınızın olduğuna, ayaqlarınıza yönəldin. Sonra diqqətinizi vücudunuza yönəldin. Ondan sonra qarnınıza yönəldin. Sinənizə yönəldin. Ondan sonra diqqətinizi sol əlinizə, sağ əlinizə yönəldin. Ondan sonra diqqətinizi ürəyinizə yönəldin. Ondan sonra diqqətinizi vizual olaraq, ondan sonra diqqətinizi boğazınıza və başınıza yönəldin. Düzdür? Başınıza yönəltdiniz diqqətinizi. İndi isə bir yavaş-yavaş diqqətinizlə biz araşdırmağa başlayırıq. Buna mən araşdırma deyəndə mən bunu nəzərdə tuturam. Araşdırmağa əvvəl sorğulama edirdik ki, düşüncələrimizin cəfəngiyyat olduğunu anlamaq üçün, bildiklərimizin, biliklərimizin cəfəngiyyat olduğunu anlamaq üçün biz onları sorğulama prosesindən keçirdik. Anladıq ki, onlara ehtiyac yoxdur. Onlarla biz sadəcə özümüzü aldatmaqla məşğuluq. Bildiklərimizlə, qulaq asdıqlarımızla, oxuduqlarımızla, qavradıqlarımızla, təcrübələrimizlə və s. Ancaq özümüzü aldadırıq. İndi də biz başa düşürük ki, araşdırmacı metodla, diqqətinizlə araşdırmaqla siz özünüzü bu bədən içində özünüzü tapmağa çalışırsınız. Qaranlıq görürsünüz, düzdür? Başınızı təsəvvür edirsiniz. Bax, bu mənim başımdır. Başınızı təsəvvür edirsiniz. İndi mən sizə sual verirəm. Siz bunun içində hardasınız? Deyə bilərsiniz ki, mən bu bədənəm. Düzdür? Mən indi sizə daha dərin sual verirəm. Bədəninizin hansı hissəsində məhz siz yerləşirsiniz? Biz yuxarıdan aşağı diqqət elədik, gördük ki, ayaqlarımız görürük, əllərimizi, qolumuzu görürük. Sonra hətta təsəvvür eləyəndə belə daxili orqanlarımızı belə təsəvvür eləyə bilərik, düzdür? İndi bura gəlmişik, diqqətimizlə başımızdayıq. Baxın, sizin qulağınız olmasa, sizə bir şey olurmu? Hə? Yox, düzdür? Əlsiz, qolsuz yaşayan insanlar var. Onların mənliyi əksik. Əgər əli, qolu olmayan insan, məsələn, və yaxud da ki, başqa bir hissəsi, bədənin parçası olmayan insanın mənliyi əksik olurmu? Onun mənliyindən kəsilirmi? Yox. İndi biz bu qaranlıqda, məsələn, mən qulağım yoxdur mənim. Bu qulağım da yoxdur. Mən əksik oluramı? Mən deyə bir şey əksik olurmu? Yadınızda saxlayın, gözünüzü açmayın. Bunu siz sözlə yox, diqqətinizlə özünüz bu praktikanı edərək qavramağa çalışmalısınız. Görürsünüz, mən deyə bir şey əksik olmur. Düzdür? İndi mən sizə sual verirəm ki, bu mən hardadır? Mən hardadır? Bu mən hardadır bunun içində? Siz nə edirsiniz? Bu başdır, düzdür? Deyirsiniz ki, hiss edirsiniz ki, mən başın içindəyim. Yaxşı, bu başın içində nə var? Siz üzünüzü təsəvvür edirsiniz. Bax, burundur, gözlərdir, ağızdır, yanaqlardır. Bunu təsəvvür edirsiniz, düzdür? Ondan sonra bu qaranlıqda görürsünüz də. Bax, gözlərinizi görürsünüz. Siz gözlərdəsinizmi? Düzdür? Bir diqqətinizlə içinizdə gözlərinizə baxın. Mən gözlərin içindəyəmmi? Yox. Gözlərim bağlıdır, düzdür? Amma mən yenə də görməyə davam edirəm. Bu necə olur? Bu sadəcə orqandır, düzdür? Göz. Göz sadəcə orqandır. Oradan işıq gəlir.
İşıq burada bitir. Bax, burada bitir işıq. Bunun içində isə qaranlıqdır. İşıq yalnız bura qədər gələ bilər. Bunun içindən buradan keçə bilmir. Anlayırsınızmı? Bunun içində turbuçkalar var, şeylər, neyronlar var və s. Hüceyrələr var. Bundan o tərəfə getmir. İşıq getmir. İndi baxın, beyninizin içində qaranlıqdır, düzdür? Siz təsəvvür edirsiniz ki, yəni başın içində beyin var. Öyrədilmisiniz. Başın içində beyin var. Hə, baxırıq başın içinə. Beyin. Mənə deyin, siz beynin hansı yarım kürəsindəsiz? Sağ ya sol? Diqqətlə baxın. Sol yarım kürə, sağ yarım kürə. Beynin hansı yarım kürəsindəsiz? Hə? Yoxsa siz başın hansı hissəsindəsiz? Hipotalamusda, nə bilim, limbik nəsə də, başqa bir sistemdə, beynin başqa yerində, hardasınız? Ya siz başın içində bütövlüyü ilə yayılmısınız? Hə? Başın içində bir nöqtə olaraq harda yerləşirsiniz? Qaranlıqda diqqətlə araşdırmağa davam edin. Baxın, mən deyəndə mən nəyi nəzərdə tuturam? Sakitcə içinizdə mən deyin. Mən. Mənin harda deyirsiniz? Burada deyil. Tutaq ki, ola bilər ürəyinizdə olasınız. Diqqətinizi ürəyinizə yönəldirsiniz. Diqqətinizi ürəyinizə yönəldirsiniz. Nə hiss edirsiniz? Ya 4 kameralı ürək görürsünüz orada, ya da ki, başqa bir təcrübənizdən gələn, ağlınızda olan bir informasiya, məlumat, şəkil, obraz görürsünüz, düzdür? Obraz, şəkil görürsünüz. İndi diqqətinizi görürsünüz ki, ürəyinizdə siz yoxsunuz. Baxın, düşünün, mən hardayam? Başın içində mən hardayam? Mən nə kimiyəm? Mən necə mövcudam? Mən yayılmışammı başın içinə? Yoxsa mən bir nöqtə kimiyəm? Mən bu məni deyəndə hardan başlayıram? Mən düşünməyə çalışmaq istəyəndə hardan düşünməyə başlayıram? Düşünmək üçün mən nə edirəm? Mən deyirsiniz, ha? Bu mən. Mən dediniz, düzdür? Mən. Mən demək üçün siz neynədiniz? Hansı əzələyə bastınız? Hansı knopkaya bastınız? Hə? Hansı prosesləri başlatdınız? Necə elədiniz siz bunu? Necə elədiniz də? Bu mən sözünü deyəndə necə elədiniz? Mən vizual obrazdan, sözdən, səsdən danışmıram. Bunu necə elədiniz siz? Baxın, gözləriniz bağlıdır. Mən deyirsiniz. Mən. Mən. Bunu demək üçün siz daxilən deyirsiniz. Söz belə demirsiniz. Daxilən mən deyirsiniz. Bunu eləmək üçün neynədiniz siz? Neynədiniz? Nəyi başlatdınız? Nəyə əlinizi vurdunuz? Yaxud da ki, nəyi niyyət elədiniz? Gördünüz? İndi belə bir şey qavrayın ki, mən düşüncəsini düşünməzdən əvvəl siz olmalıydınız. Düzdür? Mən düşüncəsini düşünməzdən əvvəl siz olmalıydınız ki, siz mən düşüncəsini düşünə biləsiniz. Diqqətlə qulaq asın. Mən düşüncəsini düşünməkdən əvvəl siz olmalıydınız ki, siz mən düşüncəsini düşünə bilərsiniz. Elə deyilmi? Və siz təsəvvür eləyəndə siz beyni təsəvvür eləyirsiniz ki, sizin beyniniz var. Düzdür? Təsəvvür eləyirsiniz. Sonra siz təsəvvür eləyirsiniz ki, mən deyilir. Amma mən deyirəm, bu təsəvvürləri yaradan, bu məni deyən kimdir? Kimdir? Bunları demək üçün, bunları təsəvvür etmək üçün onlardan əvvəl kimsə olmalıdır, düzdür? Çünki onların olması üçün onlardan əvvəl kimsə olmalıdır ki, onların olmasının fərqinə vara bilsin, düzdür? Onların olması üçün nəsə olmalıdır. Elə deyilmi? Və siz də anlayırsınız ki, burada mən deyirəm, bax, araşdırıram, düzdür? Diqqətimi yönəldirəm başıma, ora-bura, fikirlərə. Hansısa fikirlər peyda olur. Oradan buradan fikirlər peyda olur. İndi mən özümə sual verirəm. Bu fikirləri mən başladırammı? Mən idarə edirəmmi bu fikirləri? Bu fikirlər harda mövcuddur? Diqqətlə araşdırın. Harda mövcuddur bu fikirlər? Başımdadır. Başımdadırmı? Hə?
Mən hardayam bunun içində? Başda yerləşirəmmi? Beynin içində. Hardayam? Beynin içində. Onun içində hardayam? Boşluq. Boşluğun içində hardayam? Heçliyin içində hardayam? Heçlik. Heçliyin içində hardayam? Bu düşüncələr hardan əmələ gəlir? Hə? Zaman, məkan bir şey kimi var. Yer planeti necə çöküb, cazibə qüvvəsi onu çöktürüb. Elə bir şeydir. Harda yerləşir bunlar? Bu fikirlər, bu düşüncələr harda yerləşir? Bir yer varmı, bir sütun varmı ki onlar orada yerləşsin? Bu fikirlər arasındakı məsafəni görə bilirsinizmi? Hə? Yəni sizin beyninizin içində məsələn bir anda qab yumaq barəsində fikirlər ola bilər və məsələn riyazi hesablama haqda düşüncə ola bilər, fikirlər ola bilər, düzdür? Bunların arasında fərq varmı? Bunları siz yaradırsınızmı? Yox. Anlayırsınız ki, diqqətinizlə araşdıra ki, bunları mən yaratmıram, bunları mən idarə eləmirəm. Mən sözünü deyəndə belə əvvəl mən varam, ondan sonra mən sözü əmələ gəlir, düzdür? Və beləliklə siz ona gəlib çatırsınız ki, siz vizual obraz olaraq mövcud deyilsiniz. Siz söz olaraq, şuur olaraq, anlayış olaraq, ruh olaraq və s. tipajda olan düşüncə formatında, duyğu formatında olan bir şey kimi mövcud ola bilmirsiniz. Düzdür? Duyğular, birincisi, negativ duyğuları biz yarada bilirik, tutaq ki. Amma pozitiv duyğu tutaq ki, sevgi, aşiq olmaq, bunu biz eləyirikmi? Yox, bu öz-özünə baş verir, düzdür? Həyat öz-özünü yaşayır. Bəs siz burada kimsiz? Bu qaranlığın içində sual verir. Mən kiməm? Yaxşı, mən bunun içində yoxam, düzdür? Mən bunların hamısını təsəvvür eləyirəm. Obrazları, bədəni, figuranı, anatomiyanı və s. biologiyanı təsəvvür eləyirəm. Mən hardayam? Görürsünüz, siz özünüzü tapa bilmirsiniz hardasınız. Mən kiməm? Yenə də bir söz çıxacaq, bir düşüncə çıxacaq, düzdür? Amma siz bu düşüncədən, bu sözdən əvvəl mövcudsunuz və bunun fərqinə varırsınız. Sizin fərqindəliyinizin sahəsində fərqindəlik bir sahəyə, zaman, məkana çevrilir. Orada mövcuddur. Bu fərqindəlik elə sizsiniz. Vizual obrazları görürsünüz. Onları görən, bu düşüncələrin fərqində olan, bu həyati prosesləri fərqində olan elə sizsiniz. Bax, mən indi sizə bunu başa saldım. Ən qısa formatda sizə başa saldım bunu və tərtəmiz, qızıl özünü dərk etmə meditasiyası sizə təqdim elədim. Bundan sonra oturursunuz, sakitcə, əlləriniz yenə qıçınızda, sakitcə söykənmisiniz və diqqətinizlə hər bir düşüncəni, hər bir ortaya çıxan yeni bir cəfəngiyyatı, məsələn, mən ruham. Bu nədir belə, nə deməkdir bu? Bunu yavaş-yavaş diqqətinizlə araşdırırsınız. Özünüzü tapmağa çalışırsınız. Öz bu bədən içində. Mən sizə prosesi başa saldım. Necə etməli, nə cür etməli olduğunuzu da başa saldım. Kiçik qızıl açarları, həqiqətə çatmağınız üçün lazım olan məlumatı sizə çatdırdım. Qalan nədir? Qalan odur ki, siz götürüb bu praktikanı eləyəsiniz. Mütəmadi olaraq hər gün, hər gecə 1 saat da olsa bununla məşğul olasınız. Məşğul olmayacaqsınızsa bu sizə heç bir fayda verməyəcək. Yəni, mənə belə bir şey versəydilər əvvəllər, mən buna görə təşəkkür eləyərdim. Vaxt gələcək, siz də əgər səmimi həqiqəti dərk eləmək istəyirsinizsə, siz mənə təşəkkür eləyəcəksiniz. Ki, sağ ol ki, sən bizə gic-gic cəfəngiyyat dolu fəlsəfədən danışmadın, sən bizə nəyi tapmalı olduğumuzu və mənin nədən ibarət olduğunu, mənin nə olduğunu, mən kiməmin nə olduğunu bilməyə bizə təkan verdin. Bizə hara getməli və necə axtarmalı olduğumuzu göstərdin. Məntiqsel olaraq, analitik olaraq, hesablama nəticəsində, düşüncə qavrama nəticəsində siz bunu anlaya bilməyəcəksiniz. Bunu yalnız, mən deyirəm, öz içinizə gedin. Öz içinizə gedin deyəndə mən bunu nəzərdə tuturam. Bax, bunun içinə getmək lazım. Baxın.
araşdırırsınız. Bir analiz eləyirsiniz, araşdırırsınız, yavaş-yavaş, səbirlə. Əvvəl-axır siz görəcəksiniz ki, siz daimi müşahidəçisiniz. Müşahidəçisiniz. Yəni bu siz deyilsiniz. Bunu da ancaq mən demişəm videolarda, amma bu dəfə daha dəqiq, daha səlis başa saldım ki, siz bu praktikanı eləyəsiniz və mənə suallar verməyəsiniz. Sual verəndə yadınıza salın ki, sualım çıxdı, nə etməliyəm və s. Bu praktikanı eləyirsiniz. Bu qədər.